Misal üçün bunu biraz böyüdəcəm. Deməli yazır ki, ABCD trapesiyasında bu tənbələndir. Çox xoşum gəlir tənbələn suallarına. Və bu tənbələn gəlib buranı yarıya bölüb. İndi deyir ki, ispat edin ki, AB bərabərdir AD plus BC'dir. İki qayda yada düşər. İki qayda da gözəl qaydadır. Bu en orta nöqtə olduğuna görə mən buradan orta xətti çəkərəm. Yəni oturacaqları paralel bir parça apararam. Orta xətt olar bu. Və orta xətt oturacağa paralel olduğuna görə Z qaydasına görə bu bucaq da gəlib bu bucaqla eyni olacaq. Və bu nə olacaq? Bu olacaq bərabər yanlı üçbucaq. Və bu da orta nöqtəni birləşdirir. Bax, çünki orta xətt çəkibsən. Yəni bura nə olanda buradanıdır. Onda bu bərabər yanlı üçbucaq olduğuna görə buradanıdır. Və orta xətti necə tapılırdı? Orta xətti gəlin yenə yadınıza salaq. Orta xətt oturacaqların cəminin yarısı idi. Onda 2n nəyə bərabər olur? A plus B. Bəs 2n nə idi? 2n AB idi. Deməli, AB nəyə bərabər oldu? Oturacaqlar cəminə. Bu bir üsul. Elə normal da üsuldur. İkinci üsul, mən burada bunu davamın çəkəcəm və burada bir üçbucaq quracam. Bu üçbucaq yuxarının aşağıya görə, paralel olduğuna görə, qum saatına görə, Z qaydalarına görə paralelliyi var. Və bura alfa desəm, onda burada alfa olur. Bura bir Y deyək. İndi gedin AB'ye üçbucağına baxın. Alfa olduğuna görə onlar bərabərdir. Bərabər yanlı üçbucaqdır. Yəni AB ilə, bax, AB ilə BY bir-birinə bərabərdir. İndi fikir verin bura. Bundan buna. Bunlar kongruent üçbucaqlardır. Səbəb. Çünki oxşardılar və nisbət 1-in 1-ədir. Yəni K1'dir. Onda onları SY'si ilə də və burası ilə də burası eyni olur. Onda mən bura A desəm, bura da A'ymış. İndi bura B idi. Və bura nə qədər oldu? A plus B. Onda burada A plus B'dir. Çünki alfa alfaya görə bu bərabər yanlı üçbucaqdır.